Evet kardeşler, TNK'nın üstünde işler devam ediyor. Evvelki videolarda dediğim gibi bunda tormuz mufta sistemi hava ilə də onları ləğv elədik, elədik uçma sistemi. Burada bəzi dəyişikliklər elədik. İndi hamısı adi ayaq lambasını tiyabini aralayacaq, tormozlar tutacaq. Tormozda isə burada traktörün uçumunun tiyabisi var. Burada delik elədik ki, buradan basında tormoz tutsun. Bunda başka cür olduğunu, yani başka cür alındıra bilmədik. Yani başka bütün işte gördüğünüz gibi TNK bütün detallar hamısı yerdədir. Su arka işlevicidir. Gördüğünüz gibi burada kabinkanın bəzi yerlərində qırıqlar var. Burada görürsünüz. Hamısı bunlar. Burada yukarıda stoykalarda da qırıqlar var. Hamısı traktörün hər bir yeri su arkalanacaq, düzələcək. Hər şey qaydasına salınacaq. Böyle çürüklər var dəmirdə. Və onun da yerinə əlavə dəmirdən kəsiləcək olacaq. Yəni ideal vəziyyətdə traktor hazırlanacaq. Yəni atalar demiş, gec olsun, güc olmasın. Diqqətinizə görə sağ olun.